Salam, hər vaxtınız xeyir. Camal Kərimovun Biologiya Yeni Sınaq Toplusunun 44 sınağın birinci sınağının izahını sizlərlə paylaşıram. Çox gözəl kitabdır. Kitaba görə çox təşəkkür edirik. Birinci sualımız belədir. Çarpaz uzanan bitkinin endospermində olan xromosom dəstini M ilə, sperminin xromosom dəstini N ilə N olarsa, yumurta hüceyrənin xromosom dəsti neçə olar? Birinci, biz bilirik ki, bax burada da qeyd edib ki, bitkilər eyni xromosom sayına malik deyil. Biz bilirik ki, endosperm necə yaranırdı? Endosperm əmələ gəlirdi. Mərkəzi hüceyrə ilə sperminin birləşməsindən yaranırdı. Və bizim endospermimizi burada bizə nə ilə göstərir? M ilə göstərir. Endospermimizi M ilə göstərir, amma sperminin xromosom dəstini N ilə göstərir. Onda bizim mərkəzi hüceyrəmiz necə olasıdır? Mərkəzi hüceyrəmizi yazırıq, mərkəzi hüceyrə olaraq yazırıq birinci və biz bilirik ki, həm mərkəzi hüceyrə, həm də yumurta hüceyrə dişi bitkiyə xasdır. Və dişi bitkiyə xas olduğuna görə birinci buradan mərkəzi hüceyrəni tapdıqda mərkəzi hüceyrə bərabərdir M çıxılmış N-ə. Bu bizim mərkəzi hüceyrəmizdir və yumurta hüceyrəni necə tapırıq? Yumurta hüceyrəni isə tapmaq üçün onda biz bilirik ki, yumurta hüceyrə dişi bitkinin xromosom dəstinin, diploid dəstinin yarısına bərabərdir. Onda M-dən N-i çıxırıq və onu da 2-yə bölürük. Yəni, həm diploid olsun, həm də tetraploid olsun, fərqi yoxdur. Mərkəzi hüceyrənin xromosom dəstinin yarısına bərabərdir. Demək, birinci doğru cavabımız olur D bəndi. İkinci suala keçirik. DNT molekulunda olan nukleotidlərin cəmi 4 ədəd rabitənin, digərləri isə 5 ədəd rabitənin əmələ gəlməsinə rol oynayıb. Bu molekulun gen sahəsi əsasında sintez olan kodonların neçə növ amin turşularının kodlaşdırılmasına iştirak edir. Baxın, bizim birinci araşdıraq görək bizim DNT molekulumuz hansı nukleotidlərdən təşkil olunur. Deyir ki, 4 ədəd rabitənin əmələ gəlməsində iştirak edir. Məsələn, mən burada adenin və timini yerləşdirsəm, adenini ortada yerləşdirsəm, adenin ortada yerləşsə, onda bizim sonuncu nukleotidlərimiz, tutaq ki, sonuncu nukleotidlərimiz və çünki burada bir dedik ki, digərləri 5 ədəd rabitənin yaranmasında iştirak edir. Onda biz əgər burada sitozini, guanini yerləşdirsək, bizim 5 ədəd rabitəmizə yer qalmır. Yəni, hansı nukleotidlər 5 ədəd rabitənin yaranmasına iştirak edir? Burada onlara yer qalmır. Buradan belə bir nəticə çıxır ki, deməli, bizim zəncirimiz sitozinlə başlayıb və guaninlə də bitir. Sitozinlə başlayıb, guaninlə bitir. Və buradan belə bir nəticə də çıxır ki, deməli, bizim ortada yerləşən nukleotidlərimiz adenin və timin deyil, onlar da sitozin və guanindir. Niyə? Çünki əgər mən yenə ortada adenin və timini yerləşdirsəm, onda nə baş verəsdir? Ortada adenin və timin yerləşsə, onda bizdə belə deyib, görürsünüz, deyir ki, digərləri 5 ədəd və 5 ədəd rabitə hara getdi? Çünki bu zəncirin sonunda və əvvəlində yerləşən sitozinlə guanin cəmi 4 ədəd rabitə əmələ gətirir. Özünün qarşısındakı ilə 3 rabitə, özündən sonraki ilə 1 rabitə. Onda deməli, buradan belə nəticə çıxır ki, bizim DNT molekulumuz cəmi 2 növ nukleotiddən ibarətdir. Və bu 2 növ nukleotidlər 3-3 kodlaşarsa, onda bizdə cəmi 8 növ triplet əmələ gələcək. 8 növ tripletlərində hamısı DNT molekulunda zülal biosintezinin kodlaşdırılmasına iştirak edəcək. Niyə? Çünki tərkibində adenin, timin yoxdur. DNT molekulunda zülal biosintezinin kodlaşdırılmasına iştirak etməyənlər, zülal biosintezində kodlaşdırmada iştirak etməyənlər adenin, timin, sitozin və adenin, sitozin, timindir. Burada deyir ki, hansı nukleotidlər, orqanoidlərdə karbohidrat sintezi baş verər? Birinci xloroplastdır, ikinci mitokondrit, üçüncü Golgi kompleksi, dördüncü ribosomdur. Biz bilirik ki, xloroplastlarda, yəni X-də onsuz da karbohidratın və glukozanın sintezi baş verir. Onda X-də baş verir. Y-də mitokondrdir. Mitokondrdə nə sintezi baş verir? ATF sintezi baş verir. Demək, Y-də baş vermir. Z-də yağların və karbohidratların sintezi baş verir. Yağların və karbohidratların sintezi Z-də gedir. Ribosomlarda da hansı sintez baş verir? Zülal biosintezi baş verir. Onda bizim nukleotidlərimizdən X-də və Z-də karbohidratların sintezi getsə də, ancaq hansında karbohidratların sintezi getmir? Y-də və T-də. Onda doğru cavabımız olur. Hansı cavab? B bəndi. Doğru cavab olaraq götürürük B bəndini. Sonra bizdən növbəti sualımız sürünənlər sinfinin nümayəndəsi olan erkək bir fərdin somatik hüceyrəsində autosom xromosom müxtəlifliyi N olarsa, eyni növdən olan dişi fərdin somatik hüceyrəsində olan xromosom müxtəlifliyi neçəyə bərabər olar? Sürünənlər sinfində birinci yadımızı salırıq. Dişilər heteroqamet, erkəkləri isə homoqamet cinsiyyət xromosomlarına malik idilər. Birinci erkəkdən danışırıq. Erkəkdə deyir ki, somatik hüceyrəsində autosom xromosom müxtəlifliyi
N-ə bərabər olarsa, autosom xromosom müxtəlifliyi N-ə bərabər olarsa, bu da belə deyək, növün, məsələn, autosom xromosom müxtəlifliyi insanda necə götürüldü? 2N bərabərdir 46 idi, düzdür? Bu 46 dənə xromosomdan 44-ü autosomu idi. Bu 44 dənə autosom da cəmi 22 ədəd xromosom müxtəlifliyi deməkdir. 2 dənə də cinsiyyəti idi. Bu 2 dənə də cinsiyyət qadınlarda X olduğuna görə burada bir dənə də burada xromosom müxtəlifliyi olurdu. Onda biz növün haploid xromosom sayını necə tapırdıq? Xromosom müxtəlifliklərini toplamaqla, yəni 22 ilə biri toplayaraq biz tapırdıq qametdə olan xromosomun sayını. Onda burada verib ki, bizdə autosom xromosom müxtəlifliyinin sayı N-ə bərabərdir. Bu dişi erkək fərd olduğuna görə bir dənə də qametdə xromosom müxtəlifliyi var. Onda onun qametində olan xromosom sayını N+1 ilə işarə edirik. Deməli, onun qametində N+1 xromosom var. Bəs dişi fərddə xromosom müxtəlifliyini necə taparıq? Dişi fərdlərdə xromosom müxtəlifliyində bədən hüceyrəsində bir ədəd əlavə olaraq cinsiyyət xromosomu olduğuna görə, onda biz növün haploid xromosomunun sayının üzərinə, yəni N+1-in üzərinə neçə gəlirik? 1-i gəlirik. O da bərabər olur neçəyə? N+2-yə. Cavabımız olur nə bəndi? C bəndi. Çünki erkəklə insanda kişilərdə olan xromosom müxtəlifliyini 24-ə bərabərdir. Yəni növün haploid xromosomunun sayının üzərinə 1 gəlməklə. Ümumiyyətlə yadınızda saxlayın. Heteroqamet olan canlılarda somatik hüceyrədə xromosom müxtəlifliyinin sayını hesablamaq üçün onun haploid xromosomunun sayının üzərinə 1 gəlmək lazımdır. Sonra növbəti sualımıza keçirik. Növbəti sualımızda deyir ki, cədvələ əsasən hansı rüşeym və rüşeymlərdə bir sinir borusu inkişaf edir? Baxın, birinci, bel ektodermasının altındakı mezoderma qatı götürülüb, yerinə həmin rüşeymin qarın ektodermasının altındakı mezoderma qatı qoyulub. Baxın, burada ümumiyyətlə sinir borusu inkişaf etməyəsi. Niyə? Çünki bel ektodermasının mezoderma qatı götürüldü, ümumiyyətlə. Yerinə həmin rüşeymin qarın ektodermasının altındakı mezoderma qatı yerləşdirildi. Və bizdən də deyir ki, bir ədəd sinir borusu inkişaf eləsin. Burada sinir borusu inkişaf etməyəsidir. Sonra gəlirik ikinciyə, qarın ektodermasının altındakı mezoderma qatı götürülüb, yerinə başqa rüşeymin bel ektodermasının altındakı mezoderma qatı yerləşdirilir. Rüşeym başqasından alındığına görə və burada hər ikisi həm beldə, həm də qarın tərəfdə bir dənə sinir borusu inkişaf edəcək. Deməli, bunda 2 dənə sinir borusu inkişaf edəcək. Sonra üçüncüyə baxırıq. Üçüncüdə deyir ki, bel və qarın ektodermasının altındakı mezoderma qatları tam götürülmüş. Bel ektodermasının altından götürülmüş mezoderma qatı həmin rüşeymin qarın ektoderma qatının altına yerləşdirilib. Baxın, burada eyni bir rüşeym qatından götürülüb və eyni bir rüşeym qatından götürüldüyünə görə və görürsünüz, deyir ki, həmin rüşeymin qarın ektodermanın altına yerləşdirilib. Bir dənə sinir borusu inkişaf edəcək qarın tərəfdə. Onda hələ ki, doğru cavabımız yalnız 3-ü göstərir. Hələ ki, yalnız 3-dədir doğru cavab. Dördüncüdə də nə deyir? Bel və qarın ektodermasının altındakı mezoderma qatları tam götürülmüş. Sonra qarın ektodermasının altındakı götürülmüş mezoderma qatı həmin rüşeyin bel ektodermasının qatının altına yerləşdirilib. Baxın, bundan da bu da doğru cavaba oxşamır. Ona görə doğru cavab götürürük yalnız 3-ə. Sonra keçirik 6-cı suala. 6-cı sualımızda nə deyir? 6-cı sualımızda deyir ki, pentozamızın sayı A-dır. Ümumiyyətlə, pentoza sayı DNT molekulunda pentoza sayı nəyə bərabər idi? Pentoza sayı bərabər idi fosfat turşu qalıqlarının sayına, o da bərabər idi nukleotidlərin sayına. Və burada deyir ki, bu DNT molekulunda nukleotid sayı bərabər olduğuna görə burada hamısı A-A-A-ya bərabərdir. Birincidə tapaq nəyin sayını tapa bilərik? Baxın, pentozanın sayı, yəni nukleotidlərin sayını çox asanlıqla tapa bilərik. Necə tapasıyıq? Biz bilirik ki, hidrogen rabitəsi bərabərdir. Hidrogen rabitəsi bərabərdir nəyə? Hidrogen rabitəsi bərabərdir 2 timin plus 2 dənə də guaninə bərabərdir. 3 dənə guaninə bərabərdir. 3 guaninə bərabərdir. Birinci burada hidrogen rabitəsi 210 bərabərdir. 2 timin plus 2 timinimiz var. 2 vur 45, yəni bura yazaq 90 plus 3 dənə guanin. Buradan guaninimizin sayını tapsaq görəsirik ki, guaninimizin sayı 40-a bərabərdir. Deməli, guaninimiz neçəyə bərabər oldu? 40-a bərabər idi. Bizdə də belə bir düstur var idi. Hidrogen rabitəsinin sayını hesablamaq üçün ikinci bir düsturumuz nukleotid plus guanin düsturundan istifadə edə bilərik. Hidrogen rabitəsi var, nukleotid sayı var artıq. Deməli, guaninimizin sayı necə taparıq? Yox, hidrogen rabitəsi var, guaninimizin sayı var. Nukleotidimizin sayı necə taparıq? Hidrogen çıxılmış guanin. Hidrogen rabitəsimiz oldu bizdə 210-a. Guaninimizin sayı oldu 40-a. 210-dan 40-a çıxaraq 170 tapırıq nəyin sayını? Nukleotidlərimizin sayını tapırıq. Deməli, bizim A-mız neçəyə bərabər oldu? A bərabərdir 170-ə. İndi burada 170 var.
Baxın, burada nəyimizin sayı var? Burada artıq nukleotidlərimizin sayı var. Nukleotidlərimizin sayı neçəyə bərabərdir? 170-ə bərabərdir. Burada hidrogen rabitəsini necə taparıq? Birinci guaninimizin sayını tapırıq. 170-dən çıxırıq. Deməli, burada pozaq bunu yazaq təzədən. Necə tapırıq biz burada guaninin sayını? 170 bərabərdir. 2 timin üstə gərək 2 guanin bərabərdir. 2 guanin bərabərdir. 2 timinimiz 150 eləyir. 170 çıx 150. Deməli, burada 2 guanin bərabərdir 20-yə. Guanimiz də neçəyə bərabərdir? Guanimiz də 10-a bərabərdir. Guanini 10 dənə tapdıq. Düzdür? Guanimiz 10 ədəddir. Bəs burada hidrogen rabitəsini necə taparıq? Hidrogen rabitəsi də bərabərdir nukleotid plus guaninə. Nukleotitimizin sayı neçə tapdıq? 170. Guaninimizin sayı neçə tapdıq? 10. O da bərabərdir neçəyə? O da bərabərdir 180-a. Və hidrogen rabitəmizin sayı 180-a bərabərdir. Deməli, biz nəyi tapdıq burada? H-ı tapdıq neçə? H-ımız bərabərdir 180-a. İndi burada nəyi tapasıyıq? Burada taparıq. Biz nəyi tapaq burada? S-ni tapaq. Yəni, S-ni necə taparıq? Timin sayını. Pentoza sayımız var 3-cüdə. Gəlin bunda. Yəni, burada yenə nukleotid sayımız var. Yəni, nukleotid sayımız tapmışdıq əvvəlcədən. 170-ə bərabərdir, çünki hamısında bərabər idi. Deməli, 170 bərabərdir. Birinci guaninimizin sayını tapa bilərik. Nukleotid, belə yazaq. 200, yəni hidrogen rabitəsi sayı bərabərdir. Nukleotid 170 üstəgəl guanin. Onda guaninimizin sayı burada neçəyə bərabər olur? 30-a bərabər olur. Bəs timinin sayı necə taparıq? Biz bilirik ki, 170, yəni nukleotid bərabərdir. 2 guanin, yəni 60 üstəgəl 2S-yə. 2S bərabərdir 110-a, S də bərabərdir 55-ə. Deməli, bizim S-miz neçəyə bərabər oldu? 55-ə. Deməli, doğru cavabımız olur C variantı. Sonra keçirik növbəti. Çox qəşəng sualdır. 7-ci sualımız. Dişi traqamet olan canlının toxunuq və yumurtalığının yetişməz olmasına bərabər sayda hüceyrə daxil olmuşdur. Əgər sonunda alınan Y cinsiyyət xromosomlu yönəlci çimciklərin maksimum sayı 16-ya bərabər olarsa, toxunuq və yumurtalıqlarda cəmi neçə hüceyrədə qütbləri X-ə malik olan xromosomlar çəkilmişdir. Baxırıq. Bax, burada deyir ki, həm dişidə, həm də erkəkdə yetişmə zonasında eyni sayda hüceyrə daxil olur. N götürür, eyni sayda hüceyrəni. Və mən sonda nə deyildi ki, əmələ gələn Y cins xromosomlu yönəlci çimciklərin sayı, əgər burada dişiləri götürsək, yəni ovogenezi, burada da spermatogenezi götürsək. Deyir ki, Y cinsi xromosomlu yönəlci çimciklərin maksimum sayı. Onda buradan belə nəticə çıxır ki, yönəlci çimciklərin hamısı Y-i özünə götürüb, qamet heç X-i daşımır. Qamet Y-i daşımır. Onda qamet yalnız X cinsi xromosomunu daşıyır. Onda belə nəticə çıxır ki, burada olan Y cinsi xromosomların sayı 16 dənədir. 16 dənə Y varsa, bərabər şəkildə paylanır X və Y cinsi xromosomların sayı. Onda X-imizin sayı da 16-ya bərabərdir. Deməli, buradan belə nəticə çıxır ki, yetişmə zonasının sonunda 32 dənə hüceyrə əmələ gəlib. 32 dənə hüceyrə əmələ gəlibsə, biz bilirik ki, yetişmə zonasına daxil olan hüceyrələrin sayı əmələ gələn hüceyrələrin sayından 4 dəfə azdır. Deməli, 8 dənə hüceyrə yetişmə zonasına daxil olur. Və 8 dənə hüceyrənin də həm X, həm də Y cinsiyyət xromosomu daşıyır ovogeniz zamanı, yumurtalıqda. Çünki deyir dişi traqametdə. Amma erkəkdə 8-i də X cinsi xromosomunu daşıyır. Deməli, birinci meyoz baş verəndə, birinci meyoz nəticəsində bu 8 dənə hüceyrənin hamısında qütblərə X cinsi xromosomlar çəkilir, X cinsi xromosomunu daşıyan xromosomlar çəkilir. Belə də X cinsi xromosomlu hüceyrələrin hamısı X cinsi xromosomunu daşıyır və 8, 16 dənə nə əmələ gəlir? 16 dənə hüceyrə əmələ gəlir. Deməli, 8 dənə hüceyrənin hamısında qütblərə X cinsi xromosomlu belə X cinsi xromosomları çəkildi. Əmələ gələn 16 dənə hüceyrənin də, yəni həm bu 8-də, həm də bu 8 dənə hüceyrənin hamısında yenə də X cinsi xromosomu daşıyan, X-i daşıyan xromosomlar çəkildi. Onda spermatogenez zamanı cəmi 24 dənə hüceyrədə qütblərə yalnız X xromosomları çəkildi.
Bəs yumurtalıqda necə olasıdır? Yumurtalıqda 8 dənə hüceyrədən yenə də 8 hüceyrə əmələ gəlir. Biz bilirdik ki, bu 8 hüceyrədən yenə 8 hüceyrə yaranırdı. Amma uşaqlar, axı biz dedik ki, yönəlci cisimciklərə düşdü Y cinsiyyət xromosomunu daşıyan. Onda əmələ gələn 8 dənə hüceyrənin bunun hamısı X-i daşımalıdır. Bu 8 dənənin də hamısı Y-i daşımalıdır. Yalnız bu zaman 8X, 8X, 8Y, 8Y. Demək, yönəlci cisimciklərdən, bax, 16-sı Y-i daşıdı, 8X-i daşıdı. Və yalnız bizdən X cinsi xromosom daşıyan hüceyrələri soruşduğuna görə, yəni ilk hansında deyir ki, yalnız X xromosomlarına malik olar. Deməli, 8 dənə hüceyrə burada uşaqlar. 24 dənə hüceyrə burada. 24 ilə də 8-i toplayanda cavab neçə alınır? 32 alınır. Deməli, 32 ədəd hüceyrədə qütblərə yalnız X xromosomları çəkildi. İnşallah ki, məsələnin izahı aydın oldu. Sonra keçirik növbəti sualımıza. Növbəti sualımızda nə deyir? DNT molekulunun ölçüsü, DNT molekulunda ölçüsü deyir, adenin ölçüsünə bərabər olan nukleotidlərin sayı ümumi sayı 15%-ə bərabərdir. Deməli, adenimiz neçə faizə bərabərdir? Adenimiz yox. Adenin ölçüsünə bərabər olan guanindir. Deməli, guaninlərimizin sayı 15%-ə bərabərdir. Onda sitozinimizin də sayı neçəyə bərabər oldu? O da 15%-ə bərabər oldu. Qaldı yerdə digər nukleotidlər, yəni adeninlə timin. Adeninlə də timini tapmaq üçün 100-dən çıxıram bu 30-u, ikisinin cəmini və bölürəm 2-yə. O da eləyir 35% adenin, 35% də timin. İndi mənə deyir ki, əgər molekulda 2 qat hidrogen rabitələrinin sayı 140-a bərabər olarsa, baxın, əgər molekulda bir dənə belə deyək, 2 qat hidrogen rabitəsinin sayı 1 ədəd olduqda, onda 140 dənə bu deməkdir, bir dənə adenin var deməkdir, bir dənə də timin var deməkdir. Yəni, 2 qat hidrogen rabitələrinin sayı 140-dırsa, əgər bir dənə 2 qat hidrogen rabitəsi olanda bir dənə adenin olursa, onda buradan belə nəticə çıxır ki, 140 dənə də 2 qat hidrogen rabitəsi olanda elə 140 dənə adenin olur, 140 dənə də timin olur. Oldu, bizdən ümumi molekulda bütün nukleotidlərin nəyini soruşur? Kütləsini soruşur. Əgər 140-ımız bizim 35%-dirsə, bəs bizim 100%-imiz, bax, faizimiz neçəyə bərabər olar? Yəni 100% bütün nukleotidlərin cəmini göstərir. İxtisar gedəndə burada 4 qalır, burada 1 qalır. 100-ü də 4-ə vuranda 400. Deməli, nukleotidlərimizin sayı 400-də və hər bir nukleotidlərimizin də AKV-si, atom kütləvi aid 300-ə bərabər olduğuna görə 400-ü də 300-ə vuranda neçə eləyir? 12.000-ə bərabər olur, 120.000-ə. Cavabınız olur B variantı. Növbəti sualımız deyir ki, şəkildə orqanoidin xüsusiyyətləri şəkildəki. Baxın, bu xloroplastdır. Tərkibində krislər var. Xeyr, krislər mitoxondriya aid idi. Ona görə 1 il onun cavabı çıxırıq. Bax, bu getdi, bu getdi. Sonra qeyri-üzvü maddədən üzvü maddə sintez edir. Bəli, karbon qazı və sudan glikoza sintez edirdi. 2 ola bilər. Zolaq sintez olunur. Bəli, həm mitoxondriya, həm də xloroplastlar özlərinin zolanını özləri sintez edə bilirdi. Ona görə 3-də götürürük. 3 aləmin nümayəndələrində rast gəlinir. Baxırıq görək, hansı aləmin nümayəndələrində rast gəlinirdi. Baxın, təkcə bitkilərdə rast gəlinir xloroplasta. Heç bir digər aləmdə rast gəlinir. Buna görə 4 olan cavabı da çıxdıq. 2-3 ələklik qalıb. 5-i baxırıq, membranlarında 2 lipid cərgəsi var. Xeyr, bir membranda 2 lipid cərgəsi var. Xloroplast da 2 membrandan ibarətdir. Onda bunlarda 4 lipid cərgəsi olmalıydı. Qat isə 2 lipid qatı 4 cərgə var. 2-yə bölünməklə çoxalır. Bəli, DNT-si olduğuna görə həm mitoxondriya, həm də xloroplastlar 2-yə bölünmə yolu ilə çoxalır. Doğru cavabımız olur A bəndi. Sonra keçirik növbəti sualımıza. Növbəti sualımız necədir? Növbəti sualımızda deyir, kütləsi 5268 olan zulalın tərkibində cəmi 51 peptid rabitə var. Bu zulalın radikallarının kütlələrinin cəmini tapın. Necə tapırıq? Bax, burada deməli, radikalları fərqli kütləyə malikdir bu zulalın. Birinci, 51 peptid rabitə varsa, uşaqlar, bu ondan xəbər verir ki, bizim zulalımız cəmi neçə amin turşusundan ibarətdir? 52 amin turşusundan ibarətdir. Birinci, funksional hissənin, mən molekul kütləsini bilirəm. Funksional hissə neçəyə bərabər idi? Baxın, əgər mən amin turşularını bu şəkildə çəksəm,
amin turşularını bu şəkildə çəksəm. 74 funksional hissədə burada çıxırıq. Bax, birinci amin turşu özünün funksional hissəsindən OH-ını verdiyinə görə burada neçə qalır? Bax, bunu silirəm indi. Deməli, birinci amin turşumun funksional hissəsinin kütləsi neçəyə bərabər olur? 17-ni çıxıram, olur o 57. İkinci amin turşum həm özündən hidrogen verir, həm də özündən OH verir. Hidrogen və OH. Onda neçəyə bərabər olur? 56-ya bərabər olur. Bax, ortadakilərin hamısı neçəyə bərabər olur? 56-ya bərabər olur. Sonuncu bizim amin turşumuzu da özündən təkcə hidrogen verir. Bu da deməli 73-ə bərabər olur. İndi uşaqlar, 52 dənə peptid rabitə varsa, deməli ortadakı 50 dənə amin turşusunun hamısında atom kütlə vahidi funksional hissədə neçəyə bərabərdir? 56-ya bərabərdir. Onun da üzərinə gəlirəm 57 və 73-ə. Gəlirəm cəmi 130-a. Niyə 130-u gəlirəm? Çünki onların atom kütlə vahidi ortadakılardan fərqlidir. 130-u gəlirəm. Üzərinə də gəlirəm radikalların kütləsini, buranı silim. Üzərinə də gəlirəm radikalların kütləsini, çünki radikalların kütləsini bilmirəm. Cəmi 5268. Əgər hesablasaq, cavabımız gəlir, çıxır B bəndi. Sonra keçirik növbəti sualımıza. Növbəti sualımızda nə deyir? Kərtənkələnin yumurtalığın yetişmə zonasına daxil olan hüceyrələrin bölünməsi zamanı əmələ gələn Y cinsi xromosomlu qametlərlə Y cinsi xromosomla yönəlci çimdiklərin sayı bir-birinə bərabərdir. Əgər yetişmə zonasının sonunda cəmi 36 dənə yönəlci çimdik əmələ gəlibsə, biz bilirik ki, n sayda hüceyrə daxil olanda 3n sayda yönəlci çimciyə əmələ gəlirdi, n sayda qamet əmələ gəlirdi. Əgər 3n'imiz 36-ya bərabərdirsə, onda n'imiz neçəyə bərabərdir? 12-yə bərabərdir. Onda belə nəticə çıxır ki, onda 12, 12 və 12 bu bölünmə hissə, yəni 3də 1-i tapdıqda 12 dənə 36 dənə yönəlci çimciyə əmələ gəlib, 12 dənə də qamet əmələ gəlib. Və deyir ki, Y cinsi xromosomlu qametlərlə Y cinsi xromosomlu yönəlci çimdiklərin sayı bir-birinə bərabərdir. Bu o zaman mümkün olar ki, yumurtalıqdan daşır. Deməli, həm X-i daşıyır, həm də Y-i daşıyır. Onda bizim qametlərimizin hamısı nəyi daşsa, qametlərimizin hamısı bizim daşsa Y-i, onda yönəlci çimciklərimizin də bir hissəsi Y daşıyar. Qalan qametlərimiz 12x və 12x-i daşıyar. Onda görürsünüz, bizim yönəlci çimciklərimizdə olan Y-lə qametlərimizdə olan Y-in sayı bir-birinə necə olasıdır? Bərabər olasıdır. Yalnız bu variantda mümkün olur. Və bizə deyir ki, neçəsi erkək fərqlərin yaranmasına iştirak edir. Hamısı Y olduğuna görə biz də bilirik ki, kərtənkələdə Y cinsiyyət xromosomunu yalnız dişilər daşıyır. Ona görə bunlar cavab olur 0. Yəni, heç bir qamet erkək fərdin yaranmasında iştirak etmir. Keçirik növbəti sualımıza. Bizə deyir ki, orqan və orqan uyğunsuzluğu göstərir. Sinir sistemi ektodermadan, limfa sistemi mezodermadan, dərinin pi qatı ektoderma yox, mezoderma olmalıydı. Ona görə doğru, yanlış cavabımız olur C bəndi. Keçirik 13-cü sualımıza. 13-cü sualda deyir ki, tetraploid bitkinin dişiciyi diploid bitkinin dişiciyi ilə tozlandırılmışdır. Baxın, onu da belə götürürük. Deməli, dişi bitkimiz diploid xromosom dəstinə malikdir. Erkək bitkimiz isə tetraploid xromosom dəstinə malikdir. Erkək bitkimiz də tetraploid xromosom dəstinə malikdir. Düzdür? Və bizə deyir ki, bu bitki 2 qat mayalanmadan sonra əmələ gələn hissələrdən hansının xromosom dəsti doğru göstərilmişdir. Dişi bitkimiz bizə verəcək mərkəzi hüceyrəni və yumurta hüceyrəni. Erkək bitkimiz isə bizə 2 dənə sperm verəsi, yəni 2 dənə qamet və hər bir spermin də xromosom dəsti bədən hüceyrəsinin yarısına bərabərdir. Mərkəzi hüceyrənin xromosom dəsti elə dişi bitkinin somatik hüceyrəsinə bərabərdir. Yumurta hüceyrədə onun xromosom dəstinin yarısına bərabərdir. Endosperm onda necə əmələ gəlirdi? Biz bilirdik ki, endosperm bərabərdir. Mərkəzi hüceyrə üstəgəl sperm. Mərkəzi hüceyrəmiz 2-nə bərabərdir. Spermimiz də 2-nə bərabərdir. Onda 2 ilə 2-ni toplayırıq. Cavabımız neçə olur? 4-ə bərabər. Onda birinci variant yanlışdır. 2 doğru göstərilmişdir. Mən səhv göstərdim. Dişi bitkimiz bizim tetraploiddir. Erkək bitkimiz 2-də. Onda bizim mərkəzi hüceyrəmiz olur 4-ən. Mərkəzi hüceyrəmiz olur 4-ən.
Yumurta hüceyrəmiz 2N, spermlərimizin də hər biri N xromosom dəstini daşıyır. Onda bizim endospermimiz 4N-lə, yəni mərkəzi hüceyrəmiz 4N-li, spermimiz də N-ə bərabərdir. Onda bizim endospermimizin xromosom dəsti neçəyə bərabər olur? 5N-ə bərabər olur. Onda birinci cavabımız doğrudur. Meyvənin qabığı uşaqlar yalnız dişiyə xasdır. Yəni erkəyin bu prosesdə heç bir rolu yoxdur. Onda dişiyə xassısa dişinin elə bədən hüceyrəsinə bərabər olmalıdır. 4-ə bərabər olmalıdır. Burada da 3-ən verilib, yanlışdır. Ona görə 2 olan cavabları çıxıram. Sonra gəlirəm üçüncüyə. Toxum qabığı 4N. Bəli, toxum qabığı da yalnız dişiyə xasdır. Dişi də 4N olduğuna görə toxum qabığı 4N olmalıdır. Ona görə 3-ü də götürürəm. 1, 3, 4-dən rüşeym 3N-ə bərabərdir. Rüşeym 3N-ə bərabərdir. Rüşeym 3N-ə bərabərdirsə, bəli, rüşeym nədən yaranırdı? Rüşeym yaranırdı dişinin yumurta hüceyrəsindən və erkəyin spermisindən. Baxıram, spermim N-dir, yumurta hüceyrəm 2N-dir. Onda 2N-lə N toplayan neçəyə bərabər olur? 3N-ə. Onda bu da doğrudur. Meyvənin lətli hissəsi yalnız dişiyə xasdır. Dişi də 4N olduğuna görə 4-dür. Doğru cavabımız olur A variantı. Sonra keçirik növbəti sualımıza. Növbəti sualımızda deyir ki, cədvələ əsasən X-in qiymətini tapın. X-in qiymətini necə tapırıq? X-in qiymətini belə tapırıq. Görək X-nə bizdən nəyi soruşur. Bizə deyir ki, çiçəkli bitkinin rüşeym hissəsinə spermlər daxil olduqdan sonra iki qat mayallama prosesində iştirak edən hüceyrələrdə xromosom sayı 52-yə bərabərdir. İki qat mayallama prosesində dişidən mərkəzi hüceyrə plus yumurta hüceyrə, mərkəzi hüceyrə 2x-dirsə, yumurta hüceyrəmiz x-dir. Plus spermi, 2 dənə də spermi, plus spermi. 2 dənə sperm iştirak edir. Və bunu verib bizə 52 olaraq. Spermlərində iştirak edən erkək qametlərini, yəni 2 dənə də sperminin xromosom dəstini bizə verib. Neçəyə bərabərdir? 16-ya bərabərdir. Onda yazırıq. 2x üstəgəl x, yəni 3x plus 16 bərabərdir neçəyə? 52-yə. 52-yə bərabər olduğuna görə 3x-imiz bərabərdir. 52-dən 16-nı çıxıram, neçəyə bərabər olur? 52-dən 16-nı çıxanda bərabər olur 36-ya. Onda x-imiz neçəyə bərabərdir? X-imiz bərabərdir 12-yə. Deməli, mənim yumurta hüceyrəm 12 xromosom dəstinə malikdir. Mərkəzi hüceyrəm 24 xromosom dəstinə malikdir. Və mən deyir ki, rüşeym hissəsində iki qat mayallamada iştirak etməyən. Mən bilirdim ki, iki qat mayallamada iştirak etməyən hüceyrələrin bir qütbdə olan 3 dənə antibod, hər biri də dişi bitkinin bədən hüceyrəsinin xromosom dəstinin yarısına bərabərdir, yəni N xromosom dəstinə malikdir. N-i də tapmışıq neçə? 12. Deməli, hər biri 12-dir, 12, 12, 12. 2 dənə də bir qütbdə olan hüceyrə, yəni 3 dənə antibod, 2 dənə də sinergik. Bunlar da 12, 12. Cəmi 5 dənə hüceyrə, yəni 5-dən neçəyə vururuq? 5-i də vururuq 12-yə. O da bərabərdir 60-a. Cavabımız olur D bəndi. Oldu. Sonra keçirik növbəti sualımıza. Bir bitkidə, hüceyrədə ribosom orqanoidinin aktivliyinin artması sitoplazmadakı molekullardan hansının miqdarının artmasına səbəb olur? Ribosomun aktivliyinin artması zulal biosintezinin prosesinin sürətlənməsinə gətirib çıxarır. Deməli, burada, baxırıq, fermentin miqdarı heç zaman dəyişmir. Birinci onu çıxıram, 3 getdi. C bəndi getdi. Amin turşularının miqdarı azalmalıdır. Axı sitoplazma da deyir. Baxın, zulalın tərkibindəki amin turşularının miqdarı artır. Amma sitoplazmadakı amin turşularının miqdarı azalır. Ona görə 1 olan cavabları da çıxıram. Eləcə yerdə qaldı yalnız 2. Yalnız suyun miqdarı nə qarmış olur? Yalnız suyun miqdarı artmış olur. Çünki zulal biosintezi olunanda su ayrılır. Zulalın amin turşunun sayından bir vahid az. Sonra növbəti sualımız. Növbəti sualımızda deyir ki, zulal sintezindən maksimum vaxt, maksimum 32 saniyə vaxt sərf olunmuşdur. Bu zulalın tərkibindəki amin turşu qalıqlarının radikalsız hissələrində cəmi neçə oksigen atomu olar? Uşaqlar, deməli, zulal biosintezinin sintezinə bir amin turşunun bir amin turşuya birləşməsinə ya 5-də 1 saniyə vaxt sərf olunur, ya da 6-da 1. Biz bilirik ki, sürətlə də zaman bir-biri ilə tərs mütənasib aslıdır. Maksimum sürətlə zulal sintez olunduqda, maksimum sürətlə, onda 6-da 1 saniyə keçəsidir. Amma minimum, belə deyək, maksimum vaxt sərf olunursa zulal biosintezinə, onda minimum sürətlə sintez olunur, yəni 5-də 1 saniyə ilə. Deməli, bizim zulalımız hər bir amin turşusunun digər amin turşuya birləşməsinə 5-də 1 saniyə vaxt sərf olunur. Onda bəs 32 saniyə ərzində neçə dənə amin turşusu bir-birinə birləşəcəkdir? Cavabımız olur burada 160. Deməli, amin turşularının sayı 160-a bərabərdir. Və deyir ki, neçə oksigen atom var. Zulalın quruluşunu yazıram, amma yazıram mən onun radikalsız hissəsini. CH, burada da yazıram CO,
Axı buradakı OH zulal biosintez zamanı gedir. Burada N, ikinci amin turşunu yazıram H. Burada yazıram CH. Yazıram C. Buraya yazıram yenidən oksigen. Burada təzədən yazıram ikinci amin turşumu birləşdirirəm H. Əgər sonuncu amin turşu olarsa, axı sonuncu amin turşuda oksigen də var burada. Burada OH da var. Sonuncu amin turşuda neçə dənə olur nəyin sayı, oksigen atomunun sayı? 2 ədəd. Onda amin turşularımızın sayı neçə dənədir? 160 dənədir. Hər bir amin turşuda hamısında bir dənə var, amma sonuncu amin turşuda əlavə olaraq bir dənə də oksigen atomu var. Orada göstərdim. Onda bizim bu qədər zulalımızda, amin turşumuzda cəm 161 dənə oksigen atomu olası. Cavabımız olur D bəndi. Sonra 17-ci suala baxırıq. Sürünənlərə aid olan erkək heyvanın somatik hüceyrəsinin bölünməsi zamanı anafaza mərhələsində xromosom və xromatidlərin sayı. Baxın, somatik hüceyrə deyirsə mitoz bölünmədən söhbət gedir. Anafaza mərhələsində də düstur 4N 4C-yə bərabərdir. Burada 4N-dən 4C hər birini X olaraq götürsək, onda 8X-imiz bərabərdir 48-ə, X-imiz də bərabərdir 6. Deməli, bizim haploid xromosom sayımız neçəyə bərabərdir? 6-ya bərabərdir. Onda ilişikli gen qrupunun sayı növün haploid xromosom sayına bərabər olduğuna görə cavabımız elə olur 6. Yəni burada erkək və ya dişinin heç bir aidiyyəti yoxdur. Sonra keçirik 18-ci sualımıza. 18-ci sualda nə deyir? Diploid xromosom yığımına malik olan fərqli hüceyrələrə aid mərhələlərin hansının meyoz bölünməyə aid olduğunu mütləq şəkildə söyləmək olar. Birinci uşaqlar, baxırıq bura. Buradan ilk görünüşdən belə nəticə çıxır ki, bax 2, 3 mütləq meyoz bölünməyə aiddir. 4 meyoza da aid ola bilər, 1 də meyoza da aid ola bilər, mitoza da aid ola bilər. Bir dənə burada bizdə 2 qaranlıq qalır. Necə baxırıq buna? Bax, burada görürəm ki, anafaza mərhələsidir. Anafaza mərhələsində düstur neçəyə bərabər idi? Məsələn, birinci, burada baxın, hər bir xromosoma bir dənə vətərteli birləşibsə, ya bu ikinci anafazadır, ya da mitozun elə anafazasıdır. İkinci anafazada düstur neçəyə bərabər olurdu? 2-yə bərabərdir. Burada baxıram xromosom sayına 1, 2, 3, 4. 4 dənə xromosom var. Düzdür? 4 dənə xromosom var. Deməli, biz bunu götürə bilmərik. Amma indi buna baxaq, 2-ni niyə? Məsələn, 2-də baxarsınız ki, axı burada mitozun anafazasıdır. Yəni, burada mən nə bilim ki, meyozdur. Ancaq bu da meyoza aiddir. Baxın xromosom sayına 1, 2, 3, 4, 5, 6. Axı mitozda 4N bərabərdir. Burada yerləşən xromosom sayı 4N bərabərdir. Sizcə 6 ola bilər? Ola bilməz. Ona görə bu meyozun ikinci anafazasıdır. Meyozun ikinci anafazası olduğuna görə N-imiz də bərabər olur. Neçə? Haploid xromosom sayı 3-ə bərabər olur. Həqiqətən də görürsünüz, burada N bərabərdir 3-ə. Yəni, birində xromosom sayı 3-ə bərabərdir. Onda biz doğru cavab olaraq nəyi götürürük? Doğru cavab olaraq 1 götürürük 2-ni, bir də 3-ü götürürük. Cavabımız olur B bəndi. Növbəti sualımıza keçirik. İnsanda X xromosomuyla ilişikli olan dominant bir genlə ötürülən əlamət haqqında fikirlərdən hansı doğrudur? Baxırıq uşaqlar. X cinsi xromosomu, baxın, X cinsi xromosomu ilə ilişikli dominant ötürülən. Deməli, burada həm böyük A, böyük A bizə həmin o əlaməti verə bilər. Həm də X üstü böyük A, X üstü kiçik A bizə bu əlaməti verə bilər. Bu əlamət qız uşaqlarına həm ana, həm də ata tərəfindən ötürülür. Bəli. Məsələn, ata da əgər X üstü böyük A-nı daşsa, onda atadan da keçə bilər. Ona görə bir hərəklik doğrudur. Qız uşağında bu əlamətin üzə çıxması üçün o mütləq homozigot olmalıdır. Xeyr, hamı homozigot ola bilər, həm də heterozigot ola bilər. Ona görə 2-ni çıxıram. 2 olan cavabları çıxdım. Baxın, bunu da çıxdım, bunu da çıxdım. Hərəklik 1 doğrudur. 3-ə baxıram. Bu əlamətə sahib bir qadının resessiv əlamətli uşağının doğulma ehtimalı yoxdur. Niyə ki? Əgər ata resessiv geni daşısa, onda X üstü kiçik A, X üstü kiçik A, çünki bu əlamətə sahib bir qadının. Bu qadın bu əlamətə sahibsə, əgər qadın heterozigotdursa, onda resessiv əlamət üzə çıxa bilər. Onda biz doğru cavab yalnız biri götürürük. Cavab olur A bəndi. Sonra keçirik növbəti sualımıza. Növbəti sualımızda nə deyir? Tərkibində 70 adenin nukleotidi olan DNT molekulunun ikiləşməsi zamanı deməli, ayrılan və əmələ gələn hidrogen rabitələrinin sayı 690-a bərabərdir. İkiləşmədən əmələ gələn bir DNT molekulunda pentoz və fosfat turşusu qalıqları arasında rabitələrin cəmi neçəyə bərabər olar? Baxın uşaqlar, DNT molekulu, bir DNT molekulu ikiləşəndə bir DNT molekulundan 2 yeni DNT molekula əmələ gəlir. Ona görə bu bir DNT molekulunda olan hidrogen rabitələri qırılır,
qırıldı. İkisində əmələ gəldi. Əgər bunda x sayda hidrogen rabitəsi var idisə, əmələ gələnlərin hər birində də x sayda hidrogen rabitəsi olacaq. Deməli, qırılan və əmələ gələn hidrogen, yəni qırılan və əmələ gələn hidrogen rabitələrinin sayını bizə verib 690. Onda bir dənə DNT molekulunda 230 dənə hidrogen rabitəsi var. 230 bunda, 230 bunda, 230 da bunda. Yəni burada. Hər birində 230 hidrogen rabitəsi var. İndi mən hidrogen rabitəmin sayını bildim. Hidrogen rabitəm bərabərdir 230-a. Məndə burada deyir ki, nə deyir? 70 dənə adenin var. Adenimin sayda bir DNT molekulunda 70-ə bərabərdir. İndi yazıram, məndən nukleotidlərinin sayını, pentoz və fosfat turşu qalıqlarının sayını istəyir. Pentoz və fosfat turşu qalıqlarının sayı da bir DNT molekulu nukleotidlərin sayına bərabərdir. Birinci nukleotidlərinin sayını tapıram. 230, tapıram guanimin sayını, hidrogen bərabərdir 2 adenin plus 3 guanin və yaxud da sitozin. Yerinə qoyuram, 230 bərabərdir 140 plus 3 guaninə. 3 guanin bərabərdir 90-a. Guanimiz də bərabərdir 30-a. Düzdür? Və yaxud düstur demişdim. Hidrogen rabitəsi bərabərdir nukleotid üstəgəl guanin düsturu. Bu düstur bizim işimizə çox kömək edir. Burada nukleotidlərimizin sayını tapmışıq. Nukleotidlərimizin sayı, bizə nukleotidlərin sayı lazımdır. Nukleotid sayı bərabərdir. Hidrogen rabitəmiz neçəyə bərabərdir? Burada bizim hidrogen rabitəmizin sayı birində 230-a bərabərdir. 230-dan da neçəni çıxıram? 30-u çıxıram. Onda nukleotid bərabərdir 200-ə. Deməli, bizim deyir ki, qalıqlar arasında rabitələrin cəmi. Deməli, tapdıq bir molekulda 200 dənə nukleotid var. Baxın, hər bir nukleotidin özündə onsuz da karbohidratla fosfat turşusu qalığı arasında rabitə var. Ona görə 200 dənə nukleotid olduğuna görə 200 dənə rabitə hər bir nukleotidin özündə. Həm də bir nukleotid digər nukleotidlə birləşəndə necə birləşirdi? Baxın, indi burada onu göstərim. Bir nukleotid digər nukleotidlə birləşəndə bir zəncirdə, baxın, bu birinci zəncirdə göstərirəm. Birinci nukleotidimizin fosfat turşusu qalığı ilə, bu birinci nukleotidimizdir. Birinci nukleotidimizin fosfat turşusu qalığı ilə ikinci nukleotidimizin karbohidratı arasında kovalent rabitə əmələ gəlir. Baxın, 2 dənə nukleotidə bir ədəd kovalent rabitə düşdü. Ümumiyyətlə, bu bir nukleotidlə digər nukleotidin arasında yaranan rabitə bir zəncirdə olan nukleotidlərin sayından bir ədəd azdır. Molekulda götürəndə isə molekulda ən çox 2 sayda götürürdük. Ən çox 2 sayda. Bax, burada 200 nukleotid tapmışıq. Deməli, 100 dənə nukleotid bu molekulda var. 100 dənə nukleotid bu zəncirdə var. Hər zəncirdə 100 dənə nukleotid var. Onda 99 kovalent rabitə bir zəncirdə, 99 kovalent rabitə bir zəncirdə yaranacaq. Yəni, N-2 en ümumi DNT molekulunda olan nukleotidlərin sayını göstərir. Yəni 200 üstəgəl 200 çıx 2. Onda da 200-ün üstünə gəlirik 198. Cavabımız olur 398. Deməli, bu birinci sınağın 1-dən 20-yə qədər olan suallarının izahıdır. Əgər növbəti 20 dənə sınağımızın da izahına baxmaq istəyirsinizsə, videomuza bəyənin və kanalımıza abunə olun.